Bir rəqəm dedilər mənə. Baxın, bu qədər vergiləri artırırlar. Niyə artırırlar? Mən sizə deyim, dövlət müəssisələrinin bir illik rabitə və nəqliyyat xərcləri 521 milyon manat imiş. 520, yarım milyard pul bu adamlar maşınlarına və benzinlərinə və telefon danışıqlarına pul xərcləyirlər bir ildə. Elə qısmaq istəyirsinizsə ondan qısın da. Yani bilmirəm mən nə deyim, buradan yenə deyirəm. Parlamentdə təmsil olunan 11 partiyaya, 125 millət vəkilinə müraciət edirəm. Bu sənədləri, bu kağız-küzləri bu formada qəbul eləməyin. İnsanlara xidmət edin. İnsanların etirazını bildirin. Ayda 2 dəfə gedirsiniz görüşə o seçicilərlə. Görün o seçiciləriniz bu vergilərdən, bu təkliflərdən razıdırlarmı? Yani bizim başka yolumuz yoktu zaten. AK Parti olaraq parlamentdə təmsil olsa bu sözü orada deyərdi. Amma təəssüf ki, yəni biz AK Parti olaraq bu vergilərin, soyğunçu vergilərin qətəleyinəyi, xalqı düşünməyən belə bir büdcə layihəsinin qətəleyinəyi və parlamentə təklif edirik ki, bunu elə oradan da geri qaytarsınlar.